Vaxtınız xeyir olsun. Bugünkü mövzumuz əvəzlik. Birinci suala baxaq. Hansı əvəzlikdən sonra virgül düzgün qoyulub? Olduqca səmimi və qayğıkeşdir. Olduqca köməkçinin hissəsidir. Burada uyğunsuzdur. Bu sabah döyüş başlamalıydı. Ne zaman bu sabah? Olmadı. C variantı da düzgün değil. Çünkü bizim sözü burada əvəzlikdir. D variantı ve E variantına baxaq. O gəmi sahildən uzaqlaşmağa başladı. Uzaqlaşmağa başladı. Ne gəmi? Hansı gəmi o? D variantında hansı sualına cavab verir? Yenə də virgül qoyula bilməz. O sağa sola baxaraq gözlərini bərəltdi. Kim o? Kim sualına cavab verir? Sağa sola da zərfdir. Deməli qoyulur. Bir E variantı. 2-də nöqtələrin yerinə uyğun olaraq əvəzlikləri müəyyən edin. Hamı dövlət qarşısında öz borcunu öz vəzifəsini yerinə yetirilməlidir. Bu hadisənin sonunu heç kim bilmirdi. Evin tinində kimsə dayanmışdı. Evin tinində kimsə dayanmışdı. Cavab 2-də oldu. C variantı. 3-cü sual. Hansı cümlədə amonimi əvəzlik işlənib? Bəlkə yoxdur o ya da qəflət rüyada səni. Burada sənidir, amonim deyil. Biz gətirmisənsə, burada biz isimdir. Bu da səhvdir. Vaqif də onunla bir yerdə getdi. O burada əvəzlikdir. Şəxs əvəzliyidir. İşarə əvəzliyi ilə amonimdir. D variantında yoxdur əvəzlik. E variantında hər kəs özünü bu. Heç biri amonim deyil. Cavab oldu 3-də C variantı. 4-də baxaq. Hansı cümlədə işarə əvəzliyindən sonra virgül işarəsi yanlış qoyulub? Cavab birbaşa baxırıq. O gələndə mən gedəcəyəm. Burada o şəxs əvəzliyidir. Səhv qoyulub amma şəxs əvəzliyidir. O dərin xəyala daldı. Xəyala daldı. Kim o? Burada doğrudur. Bu da getdi. Bugün tədbirdə hamı iştirak etsin. Bugün zaman zərfidir. Bu da getdi. Bu oxuyarkən ürəyim rahatlıq tapır. Burada bu işarə əvəzliyidir. Oxuyarkən feili bağlama olduğu üçün virgül qoyula bilməz. Yanlışdır. Elə danışır ki, burada virgül ki bağlayıcısının virgülüdür, doğrudur. 5-ci sual. Hansı cümlədə əvəzlikdən sonra virgülün qoyulması doğrudur? Bu əhvalat mənim üçün ən gözəl an kimi xatırlanacaq. Hansı əhvalat bu? Burada qoyula bilməz. O sənin şəxs əvəzliyidir, qoyula bilməz. Heç ağlına da gəlməzdi ki, o həmişə belə, o burada şəxs əvəzliyidir. Həmişə də zaman zərfidir. Burada qoyulur. Bu hadisə baş verəndə hansı hadisə bu? D variantında qoyula bilməz. E variantında bilirdi, təsriflənən feildir, yenə də qoyula bilməz. Deməli 5-də oldu C variantı. 6-cı sual. Elə əvəzliyi hansı sözü əsasən uyğunluğu müəyyən edin? Baxaq. Deməli biz şirkət müdirləri elə danışmalıyıq, elə nə tərzdə zərf əvəz eləyib? 1-ə A. Elə səhər açılan kimi bütün əskərləri yuxudan oyatdılar. Burada ədatdır. Mühəndislər məsələni elə həll etmək feildir. Elə zərfin yerində işlənib. Zərfi əvəz eləyib. 1-ə AC yazdıq. Eləsini burada mənsubiyyət və hal şəkilcisi qəbul edib. Deməli ismin yerində işlənib. D variantı 3-ə. Bu yerlərə elə insan isimli elə sifətin yerində işlənib. 1-ə A-cı, 2-yə E, 3-ə D. Deməli 6-da oldu A variantı. 7. Cümlənin birində işlənən əvəzlik mənsubiyyət şəkilcisi qəbul etdikdən sonra ismi də əvəz edə bilər. Bu konkret hansı əvəzliklərdir? Elə, belə, bəzi, eyni əvəzlikləridir. Öz əvəzliyidir, məsəl üçün. 7-də buna uyğun cavab C variantıdır. 8-də
Bu əvəzliyi mübtəda vəzifəsindədir və G-vergül qoyulmamalıdır. Bu çeşməkeşli həyatı yaşamaq hər igidin işi deyil. Bu çeşməkeşli həyatı burada olmaz. Bu indiyə kimi gördüyüm ən gözəl sənət əsəridir. Burada vergül qoyulmalıdır. Bu mübtədadır. Vergül də qoyulmalıdır. Niyə qoyulmalıdır? Çünki indi zərfdir. C variantında yəqin ki modal sözdür. Yenə də qoyulmalıdır. D variantında hər kəs qeyri-müəyyən əvəzliyidir, qoyulmamalıdır. E variantında deməli 8-də cavab D variantında D variantı oldu. E variantında da bu qızım mənim də bəyəndiyim xalçadır. Bu qızım burada xitabda hər iki tərəfindən vergül qoyulur. Deməli 8-də oldu D variantı. 9-cu sual hansı cümlədə həm qeyri-müəyyən miqdar sayı, həm də qeyri-müəyyən miqdar əvəzliyi, qeyri-müəyyən əvəzliyi işlənmişdi. Deməli 9-da baxaq. Deyir ki, 1000 il keçsə də bəzi şeylər, bəzi qeyri-müəyyən əvəzlikdir, amma 1000 müəyyən miqdar saydı getdi. Onun dediyi saysız hesabsız səhvlər. Deməli saysız hesabsız qeyri-müəyyən əvəzlikdir. Qeyri-müəyyən miqdar saydı. Hər kəs qeyri-müəyyən əvəzlikdir. Cavab B variantıdır. C-də hər kəs səhv etdiyini, hər kəs qeyri-müəyyən əvəzlikdir. Amma burada biraz düşündü feilinə aiddir, zərfdir. Bəzi qeyri-müəyyən əvəzlikdir. Qeyri-müəyyən miqdar sayı yoxdur. Kim onunla sonuncu görüşü xatırladı? Sonuncu sıra sayıdır. Onunla şəxs əvəzliyidir, kim sual əvəzliyidir. Deməli 9 oldu. B variantı. 10-cu sual. İsmi əvəz etmiş əvəzlik hansı cümlədədir? Əvəzlik ismi əvəz etmək üçün A variantında həmin oxucu hansı sualına cavab verir? Hər hansı sualına cavab verir. B variantında yenə eyni qaydada heç bir ismin yerində işlənməyib. C variantında niyə bu? Heç bir işlənməyib. D variantında hamımız cavabı götürdük, mənsubiyyət şəkilçisi var. Ümumiyyətlə mənsubiyyət hal, cəm şəkilçiləri olarsa ismin yerində işlənir və yaxud da kimlə sualına cavab verirsə ismin yerində işlənir. E variantında nə vaxt sual əvəzliyidir? Nə vaxt sual əvəzliyidir? Və zaman zərfinin yerində işlənir. 11-ci sual düzəltmə qeyri-müəyyən əvəzli işlənən cümləni müəyyən edin. A variantında hər kəs mürəkkəb qeyri-müəyyəndir. B variantında qeyri-müəyyən yoxdur. C variantında qeyri-müəyyən yoxdur. D variantında hərdən zaman zərfidir. E variantında kimsə qeyri-müəyyəndə quruluşca düzəltmədir. 11E, 12-də əvəzlikdən düzələn sözlərin işləndiyi nümunəni özəlləşdirilibdir. Özəlləşdir feilindən əmələ gəlib. Çoxdan çox sayından əmələ gəlib. Bütünlük ismindən əmələ gəlib. Kimlik, kim əvəzliyindən əmələ gəlib. Kimsəsizlik, kimsəsiz sifətindən əmələ gəlib. Mənimsəmək, mən əvəzliyindən əmələ gəlib. Cavab 3-5 A variantı. 13-cü suala baxaq. Uyğunluq pozulmuşdur. Feilin kökü əvəzliyi ola bilər. Bəli, mənimsəmək doğrudur. Suala cavab vermədən cümlə üzvü ola bilər. Təbii ki, sual əvəzlikləridir, doğrudur. Bütün nitq hissələrin əvəzidir, səhvdir. Bütün əsas nitq hissələrin əvəzidir. Qabağında yanlış yazıldığı üçün bu da doğrudur. Filankəs mürəkkəbdir, qeyri-müəyyən əvəzlikdir. Bura təyin yazıb yanlışdır. Bu da doğru oldu. Əvəzlik müstəqil şəkildə xitab olmur. Doğrudur. Yanlış yox, doğru yazılmalıydı. 13-də E variantı. 14. Hansı cümlədə o əvəzliyini həm şəxs həm də işarə əvəzliyi kimi düşünmək olar? Bu tipli suallarda intonasiyadan istifadə mütləq etmək lazımdır. O bu gedişlə öz axırına çıxacaq. Burada o şəxs əvəzliyidir. İşarə əvəzliyi kimi heç cür düşünə bilmərik. O bağın məhsulu tərifə layiq olub. Nə? Bağın məhsulu. O ancaq işarə əvəzliyidir. O meşəyə gedəndə həmişə özü ilə bal taparır. Aparır. Kim aparır? O. Bir də deyirəm, o meşəyə gedəndə, hansı meşəyə gedəndə bal taparır? Burada cavab C variantıdır. Bəlkə də o kitab həyatımızı qurtaracaq. Həyatımızı qurtaracaq nə? Kitab.
O deməli burada işarə əvəzliyi idi. O da burada da varsa o ancaq şəxs əvəzliyi ola bilər. Bu da getdi. 15-də düzəltmədir, əvəzlikdir, mübtədadır. Kim sadədir? Hamı sadədir. Nəsə düzəltmədir. Mən sadədir. variantında sizinki isimdir. Öz sözü də mübtəda deyil. Bu bizə mübtədadır deyir. Deməli 15-də oldu. C variantı nəsə sözü. 16-da əvəzli işləmiş cümləni müəyyən edin. Atası belə oğlunu görəndə kövrəldi. Burada belə sözü ədatdır. Hər gün zaman zərfidir. Bütünlüklə, Qarabağ torpağı bütünlüklə zərfdir. Heç bir nəfər də köməyə gəlmədi. Heç burada ədatdır. Hərə qeyri-müəyyən əvəzlikdir. Quruluşca düzəltmədir. Cavab E variantı. Hərə nəsə biri. Quruluşca düzəltmək qeyri-müəyyən əvəzliklərdir. Quruluşca düzəltmək qeyri-müəyyən əvəzliyi. Cavab B variantı. 18. Hansı cümlələrdə belə sözü həm işarə əvəzliyi, həm ədat kimi. Səlim bugün belə danışmaq istəməzdi. Birinci cümlədə intonasiyamdan hiss elədiniz ki, əvəzlik kimi dedim. Səlim bugün belə danışmaq istəməzdi. Burada da ədat. Anasını haraylamaq onun ağlına belə gəlmirdi, ancaq ədat. Mən belə adamları tanımaqda çətinlik çəkirəm. Necə adamları belə? Əvəzlik. Mən belə adamları tanımaqda çətinlik çəkirəm. Burada da ədat. Qonşular belə haqsızlıqdan təngə gəlmişdilər. Necə haqsızlıqdan belə? Burada əvəzlik. Qonşular belə haqsızlıqdan təngə gəlmişdilər. Burada da ədat. Qonşular belə haqsızlıqdan təngə gəlmişdilər. Burada əvəzlik oldu. Qonşular belə haqsızlıqdan təngə gəlmişdilər. Burada da ədat oldu. Cavab 1, 3, 4 A variantıdır 18-də. İşlər belə olanda, belə burada ancaq əvəzlik kimi götürülür. Biz belə bu gözəlliyi qiymətləndirməmişik. 6-da da ancaq ədat kimi götürülür. Deməli cavab nə oldu? A variantı 18-də. Cümlənin birində o əvəzliyindən sonra vergül qoyula da bilər, yəni qoyulmaya da bilər. A variantında o bizi daha çox narahat etdi. Burada biz şəxs əvəzliyi idi, ümumiyyətlə qoyula bilməz. B variantında o da təbii ki, burada da bağlayıcıdır, yenə ümumiyyətlə qoyula bilməz. O günləri Solmaz tez-tez xatırlayır. Hansı günləri o? Hansı sualına cavab verir? İşarə əvəzliyi idi, qoyula bilməz. O meşəyə doğru qaçırdı. Qaçırdı. Kim o? Qoyula bilər. O meşəyə doğru qaçırdı. Hansı meşəyə doğru? Burada da qoyula bilməz. Yəni iki cür düşündük. E variantında mən şəxs əvəzliyidir deyə ümumiyyətlə əvəzlik gəldiyi üçün qoyula bilməz. 20-də verilən cümlədə əvəzliyin nümunələri. Mən şəxs əvəzliyi, sən şəxs əvəzliyi, səndən şəxs əvəzliyi, bizə şəxs əvəzliyi. Deməli biz 4 dənə şəxs əvəzliyi tapdıq. 4 şəxs. Mən səndə sonsuz zülm və əziyyət görürəm. Rəiyyətə hər zaman kömək etməli padşah. Səndən xarlıqdır gələn bizə. Olmundan agah bir hünər deyil. Mən səndə sonsuz zülm və əziyyət görürəm. Rəiyyətə hər zaman kömək etməli padşah. Səndən xarlıqdır gələn bizə. Ol bundan agah. Bir hünər deyil almaq yetimlərin malını. Bundan sözü də işarə əvəzliyidir. Deməli 4 şəxs bir işarə E variantı. Verilmiş cümlələr əsasında uyğun fikir müəyyən edin. Bu bizdə sizinkilərə lazım olacaq. Bu işarə əvəzliyidir, biz isimli. O belə suala cavab verə bilməzdi. O belə suala cavab verə bilməzdi. Burada əgər belə odan sonra vergül qoyulmuyor, bu belə ədatda ola bilər, işarə əvəzliyi də ola bilər. İki cür düşünülə bilər. İndi baxaq, ehtimal doğru fikirlər götürək.
Cümlədə iki şəxs bir işarə əvəzliyi işlənmişdi. Bu bizdə sizinkilərə. Bizə dənə burada bu işarə əvəzliyidir. Bir yanlış. Cümlədə amonimliyi olan əvəzlik işlənmişdir. Amonimliyi olan əvəzlik deyil. Biz burada isimdir. Amonimliyi olan isim işlənmişdir. 2 yanlışdır. Yanlışın altına yazıldığı üçün 2 doğrudur. Cümlədə işarə əvəzliyinin işləndiyini əminliklə demək olmur. Doğrudur. Çünki belə sözünün həm ədat, həm də əvəzlik kimi düşündüm. Deməli 3 doğrudur. İstənilən məqamda o əvəzliyindən sonra vergül qoyulmaz. Fikir doğrudur. Doğru olduğu üçün götürmürəm. Bura minus qoyuram. Deməli cavab oldu 2 ilə 3 E variantı. Hansı cümlədə əvəzliklərin sayı daha çoxdur? A variantı mən, bu, necə? 3 dənə. B variantı. B variantında yoxdur. C variantı. O bacarır. Burada hər, onun, o, üç dənə. D variantında sən, səni, özü, öz, üç dənə. Bir də C variantındakı onun sözünü götürməmişəm. C variantında 4 dənədir. D variantında 3 dənədir. E variantında hamı, onu, özünə 3 dənədir. Deməli 22-də cavab C variantıdır. Burada diqqətsizlik eləyib o sözünü götürməmişəm. Oldu 22-də C variantı. Sonra 23'e baxaq. Cümlənin birində işlənmiş əvəzlik heç bir köməkçilik hissəsi ilə amonimlik yaratmır. Heç bir köməkçilik hissəsi ilə amonimlik yaratmır. Torpağa duz basdığı üçün kimi şəhərə, burada kimi qeyri-müəyyən əvəzlikdir, qoşma ilə amonimdir. B variantında elə sözü işarə əvəzliyidir, ədatla amonimdir. C variantında necə sual əvəzliyidir, ədatla amonimdir. D variantında hamı qeyri-müəyyən əvəzlikdə amonimi yoxdur. E variantında belə sözü işarə əvəzliyidir, ədatla amonimdir. Deməli D variantı. Hansı cümlənin xəbərini həm ismi, həm də feili kimi düşünmək olar? Durğu işarələr buraxılmışdır. O alma yeməlidir. Nə etməlidir? Yeməlidir. Kim? O. Burada vacib şəklində olan feil kimi götürürəm, feili xəbər. Bir də deyirəm ki, o alma yeməlidir. Necədir? Yeməlidir. Burada da təsriflənməyən feildir. Yəni feili sifətdir. Biri götürdük. O bizim bağları görməlidir. Yox. Burada ancaq vacib şəklidir. 2 getdi. O hamı ilə görüşməlidir. Nə etməlidir? Görüşməlidir. Yenə vacib şəklidir. Getdi. O gözəl yerlər gəzməlidir. Nə etməlidir? Gəzməlidir. Bir də deyirəm ki, o gözəl yerlər gəzməlidir. Necədir? Gəzməlidir. 4'ü də götürdüm. Feili sifət kimi düşünülür. O su içməlidir. Nə etməlidir? İçməlidir. Vacib şəklində təsriflənən feil. O su içməlidir. Necədir? İçməlidir. Burada dəfədə təsriflənməyən feil, feili sifət 1, 4, 5. Cavab oldu B variantı. O şəxs əvəzliyi, o işarə əvəzliyi mənsubiyyətə görə dəyişmir. Ümumiyyətlə həm şəxs, həm işarə əvəzliyi mənsubiyyətə görə dəyişmir. Bir ortaq olmalıydı. Hər zaman vergüllə işlənir. Hər zaman ifadəsi yanlışdır. Yanlışdır. 1-2 səhv. Amonim əvəzlikdir. 3'ü götürdüm hər ikisi. Mübtəda vəzifəsində çıxış edir. Hər ikisi mübtəda kimi çıxış edə bilər. Hansı sualına cavab verir? Yalnız hansı sualına cavab verir? Yalnız hansı sualına cavab verir? İşarə əvəzliyi. Doğrudur. Cavab 3-5 B variantı. Hər kəsə uğurlar.